44 günlük müharibə təzə bitmişdi. Mənə dedilər, bir uşaq var 12 yaşında, Sumqayıtda salfet satır. Ged onu çək. Gəldim, gördüm ki, maşının yük yeri bilirsən də nədir? Bəli. Maşının yük yerində yaşayır, ana, bacı, bir də bu 12 yaşında uşaq. Girdim içəri, danışdılar, dedi ki, bir müddət mən salfet satmamışdım. Bizə bir oğlan kömək eləmişdi. Və bir müddət keçdi, oğlan hər şey eləyirdi, mən salfet satmayayım. Bir müddət keçdi, bu oğlan gəlmədi. Nə ərzaq gəldi, nə pul gəldi, çünki oğlan gəlmədi. Günlərin bir günü bu maşının yük yeri də vaqon kimi bir yer. Oranın qapısı deyir, döyüldü. Açdıq qapını, gördük bir dənə qadın deyəm qapıda, əlində qazan. Deyir ki, həmən sizə yardım edim, oğlan mənim oğlumuydu, şəhid oldu. Ay. Təsəvvür edirsiniz, bu mənim yəni həyatımda heç bir zaman şəhid Şəhriyar Quliyev. Kalemde bir sıfat yok, uykudan yumar medet. Yazdıklarını bitti sandın oysa ön sözün. Bugün de çok güzel bir tribünün sesiyle